Burada sol tərəfə yuxarı bax. Bax, körpünün üzərindən də bir yol düşür və bizim yola birləşir. Qazdan ayağımızı götürək. Sağ tərəfdə görürsən baş yol nişanı sarı fonda. Bax, bu nişan, sağdakı nişan bizə şamil olunur. Solumuzdakı nişan isə soldan gələnlərə şamil olunur. Yəni, artır sürəti onlar bizə yol verməlidir. Biz adından da məlum olduğu kimi baş yol nişanı bizim baş yolda olduğumuzu bildirir, düzdürmü? Biz baş yoldayıq. Onlar soldan, yəni körpünün üzərindən aşağıya düşərək bizim yola birləşir və onlar üçün orada yol ver nişanı tətbiq olunmuşdur. Onlar bizə yol verməlidir. İndi sürəti bir balaca azaldaq, düz davam edirik, yol bizimdir. Bir qədər artıraq sürəti, piyadanı nəzərə al və daha sonra işıq forun qırmızı bölməsi yanır. Sol cinahla da hərəkətimizi düz davam edirik. Biz sonucda biraz da get, Nihat, bax, o istiqamətə, yəni Babək prospektinə doğru gedəcəyik. Ancaq məlum belə yol yoxdur. Sağa meyllənib, daha sonra sola yana alacaq, yaxşı? Yəni sol cinahla da hələ ki hərəkətimizi davam etdirəcəyik. Əyləci burax, tam buraxma, bir balaca burax, əmin ol ki getdi, artır sürəti. Biraz da indi dönməyə başlayırıq. Ancaq sola dönmə siqnalını yandırırıq aşağı. Bildiririk ki biz buradan sağa yox, sola yana alırıq. Artır sürəti, yox, sola. Davam edirik, artır sürəti. İndi sağa yandırırıq və sağa yandırırıq.